Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdı. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu və elə peşə borcunu yerinə yetirərkən də həlak oldu. Milli qəhrəman yaşasaydı 55 yaşını qeyd edəcəkdi. Lakin şəhidlik zirvəsinə yüksəlmiş Çingiz Mustafayev daim Azərbaycan xalqının qəlbində yaşayır. Şəhid olduğu 1992-ci il 15 iyun tarixinə qədər Çingiz hər zaman irəliyə can atıb ön cəbhədə yer aldı. Kameranı sonadək söndürmədi. Bəlkə də bu onun ölümündən sonra da yaşayacağına bir işarə idi. Telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. Sən hər zaman ürəklərdə yaşayacaqsan. Ruhun şad olsun milli qəhrəman. Çingiz Mustafayev bugün də Azərbaycan gəncliyinə səslənir. Xoca filminin bir müəllifinin də Çingiz Mustafayev olduğu deyilir. Çünki 600-dən çox mülki Azərbaycanlının Ermənistan ordusu tərəfindən qətlə yetirildiyi bu soyqırım barədə həqiqəti ilk dəfə dünyaya Çingiz Mustafayev çatdırıb. Çəkilişi 1992-ci ildə milli qəhrəman Çingiz Mustafayev tərəfindən başlanmış filmi 2012-ci ildə qardaşı Vahid Mustafayev başa çatdırdı. Xoca indiki Azərbaycan gəncliyinə də 20 il əvvəl baş vermiş Qarabağ gerçəklərini anlattı.